Bütün nəslimin, kökümün, söhbətini beynimin içində danışa-danışa qabları yumağa başlamışdım ki, nəslimin, kökümün söhbətləri qutardı, amma mənim qablarım qutarmaq bilmədi. Evdə 2 nəfər yaşasaq da bu boyda qab hardan çıxır, onu heç anlaya bilmirəm. Həqiqətən də gündəlik qab yumaq o qədər yorucu gəlsə də, bir o qədər də terapi kimi hiss eləyirəm. Çünki beynimin içində özümlə didişirəm. Bilmirəm borclardan başlayım, bilmirəm kreditlə qutarım, yoxsa ki, qonşunun qeybəti iləmi. Hamısını özümün beynimin içində danışa-danışa bu qabları axır ki, yuyub bitirməyə çalışıram. Nəysə ki, bir çoxunuz da mənə yazırsınız ki, ay Asiya xanım, nə olar ki, o boyda işləyirsən, qazanırsan, halal xoşun olsun, amma ki, o krantıva da başlıq al. Ay bacılar, siz bezdiz yazmaqdan, mən bezmədim deməkdən ki, mən xoşlamıram o krantın başına taxılan şeyi. Özümü narahat hiss edirəm. Almışdım, çıxartdım. Mənə belə daha rahatdır. İnanın ki, nə mənim yerimə siz gəlib qab yumursunuz, nə də mən sizin yerinizə gəlib sizdə qab yumuram. Ona görə ən yaxşısı başımızı sakitcə salıb, videoya baxıb, bəyən atıb, takib atmağı unutmayaq. Nəysə ki, söz gəlmişkən qazanca elə qazancımdan danışım. Sadəcə ayda bir dəfə, ha, 10 manat ödəməklə siz də həyatınızı dəyişə bilərsiniz. Deyəcəksiniz, nə çox pul dediniz. Həqiqətən də bəzilərinizə çox gələ bilir, amma 10 manatla həyat dəyişmək mümkündür, mənim kimi. Buyurun mənə müraciət edin, yazın, sizin də həyatınızı